Xoş gördük Abtal bəy. Xoş gördük. ABŞ-İran danışıqları davam edir. Sizcə bu danışıqlar sülhə gətirib çıxarmaq ehtimalı daha çoxdur, yoxsa müharibəyə? Ümumiyyətlə, danışıqların özü kifayət qədər mübahisəlidir. Amerika Birləşmiş Ştatları deyir ki, biz danışıq aparırıq və ona görə aparırıq ki, İran bizə yalvardı ki, danışaq. İran deyir ki, bir danışıq yoxdur. Ancaq var, təbiidir ki, danışıqlar aparılır. Sadəcə olaraq bu danışıqlar birbaşa aparılmır, ortada vasitəçilər var və onlar bir-birinin mövqeyini danışıq aparan tərəflərə çatdırırlar. Ancaq çox təəssüf ki, hələlik vasitəçilər İranın ultimatumunu çatdırır, Amerika Birləşmiş Ştatları qarşısında qoyulan tələbləri çatdırır, Amerika Birləşmiş Ştatları da bu ultimatumu rədd eləyir. Və əslinə qalsa, başqa variant da qeyri-mümkündür. İran, Amerika Birləşmiş Ştatlarından tələb eləyir ki, müharibəni dayandırsın. İran üçün müqəddəs olan şeylərin təhqir olunmasından əl çəksin. İranın həbs olunan aktivlərini azad eləsin, sanksiyaları götürülsün və s. digər başqa tələblər də var. Və təbii ki, Amerika Birləşmiş Ştatlarının bu ultimativ tələbləri qəbul eləmək imkanı yoxdur. Və İran da yəqin ki, bunu başa düşür. Və belə təsəvvür yaranır ki, İran ümumiyyətlə danışıqların nəticə verməsində maraqlı deyil. Çox təəssüf ki, görünən budur və burada sülh barədə danışmaq qeyri-mümkündür. Bu cür davranış yalnız sülhə hazırlanmaq üçün vaxt, daha doğrusu müharibəyə hazırlaşmaq üçün vaxt qazanmaq deməli istəyidir. İlk növbədə Amerika Birləşmiş Ştatları daha çox vaxt qazanmaq istəyir ki, bölgəyə hərbi sursat daşısın və daha iri miqyaslı əməliyyatlar keçirməyə hazır olsun. Görünür, İran da eyni məqsədi qarşısına qoyub və indidən özünü qalib elan edir. Çox təəssüf ki, reallıq bundan ibarətdir və üfüqdə bu diplomatik danışıqların üfüqündə sülh yox, müharibə görünür. Abtal bəy, İran və Ümman Hörmüz boğazından gəlir götürmək barədə düşünürlər. ABŞ başda olmaqla dünyanın mütləq əksəriyyəti buna qarşıdır. Sizcə kim haqlıdır? Hörmüz boğazından keçən gəmilərdən haqq alınmalıdırmı? Təbii ki, alınmamalıdır. Və müharibə ərəfəsində də heç bir haqq alınmayıb və gəmilər sərbəst şəkildə Hörmüz boğazından keçiblər. Və bu BMT-nin dəniz hüququ haqqında konvensiyasının tələbidir. Deməli, təbii boğazlardan keçid üçün haqq alına bilməz. İnşa olunan boğazlardan haqq alınır. Deyək ki, Süveyş boğazından keçid üçün gəmilər haqq ödəyirlər. Ancaq indiyə qədər Hörmüz boğazında belə bir şey olmayıb. İran və Ümman da buradan qazanc götürmək istəyirlər. Burada təbii ki, prosesi başlayan İran oldu. Əvvəlcə dedilər ki, keçid üçün haqq verilməlidir. Sonradan onların qarşısına BMT-nin məlum konvensiyası qoyuldu və İran da dedi ki, biz o konvensiyanı imzalamışıq, ancaq parlamentdə təsdiq eləməmişik. Üstəlik, Amerika Birləşmiş Ştatları da heç imzalamayıb bu konvensiyanı. Bu səbəbdən bizim həmin konvensiyanı pozmaq hüququmuz var. Görünür, sonra hiss elədilər ki, o qədər də inandırıcı səslənmir və dedilər ki, biz keçid üçün yox, təhlükəsizlik üçün, başqa xidmətlər üçün haqq almaq istəyirik və marşrutları müəyyənləşdirmək istəyirlər. Öz aralarında artıq razılığa da gəliblər ki, Hörmüz boğazına girən gəmilər İrana yaxın olan hissədən keçsin, çıxan gəmilər isə Ümman dövlətinə yaxın olan ərazidən keçsin. Belə bir razılığa gəlinməsi barədə mətbuatda
məlumatlar getdi. Və təbii ki, dünyanın əksər dövlətləri bunu qəbul eləmir, bunu yanlış sayır. İranın və Ümmanın bu davranışı ciddi narazılıq doğurur. Amerika Birləşmiş Ştatları da adətən belə məqamlarda məlum addımlar atırlar. Əvvəl İranı bombalayırdılar. İndi də deyirlər ki, deyəsən belə davam eləsə, biz Ümmanı da bombalayıb dağıtmaq məcburiyyətində qalacaq. Bax ki, haqsız tərəf arasında bütün dünya belə bir çıxılmaz vəziyyətə düşüb, neftin qiymətləri qalxır, arada müəyyən ümidlər yanında enir, sonradan yenə də bu bəyanatlar gətirib ona çıxardırlar ki, neftin qiyməti kifayət qədər, yüksək həddə qədər gəlib çıxıb. Bundan sonra necə olacaq? Bu təbiidir ki, iki dövlətin ilk növbədə atacağı addımlardan asılı olacaq. Və danışıqların getdiyi bu günlərdə, avqustun 14-də Trump çox maraqlı bir bəyanatla çıxış eləyib. Və deyib ki, Hörmüz boğazı ümumiyyətlə Amerika Birləşmiş Ştatlarının ərazisidir. Və oradan keçiş üçün Amerika Birləşmiş Ştatlarına haqq verilməlidir. İran Xarici İşlər Nazirinin müavini də ona belə cavab verib ki, Trump yanılır və yaxşı olar ki, bu yanlışlarından imtina eləsin. Yoxsa biz məcbur olarıq onu bu səhvlərdən imtina etməyə məcbur edək. Bax belə, bir tərəfdə İran, özünü qalib sayan İran, indiyə qədər hərbi əməliyyatlarda 5000-ə yaxın vətəndaşını itirən, şəhərləri darmadağın olan, böyük zərər görmüş İran özünü hələ də qalib elan edir. Digər tərəfdə də danışığı yaxud verdiyi hər hansı bir bəyanatı qəbul eləməyən və həmin dövləti bombalamaqla hədələyən Amerika Birləşmiş Ştatları. Bu cür danışıqlar aparırlar. Dünyanın böyük əksəriyyətini narahat edən bu problemi həll eləmək əvəzinə bu cür məsuliyyətsiz davranırlar və bu məsuliyyətsizliyin yaxşı nəticəyə gətirib çıxartmaq ehtimalı demək olar ki, yoxdur.